ailəsi çıxdı. Meymun ailəsinə itki üz verib, bütün ailə yas tutur orada. Belə bir şey dünyanın heç bir yerində bəlkə də görə bilməzsiniz, rastlaşa bilməzsiniz. Belə bir kilsə var. Lori dildə desək, universal Allah evi. Çox maraqlı bir ağacın yanında dayanmışam. Yəni aşırı dərəcədə çox pis qoxusu gəlir. Çox dadlı meyvədir. Murad Uqandada birinci qolunu vurdu. Uqandada bananlar əlçatan olsa da qiymətləri əlçatan deyil. Ailə ancaq analar, qızlar və nənələrdən ibarət olur. Ata, baba, oğul, yəni ki. Bu yarpaqlar banandan şirə ayırmağa kömək eləyir. Sağlığımıza. Nuş olmasın. Ko, naso zdrowia, yamas, kamey. Hər dildə dedi ya, hamısı. Rainbow 5 kinosundan fragmentlər. Yani bir, iki, üç çıktı. Salman koyalım. O şöyle verilişlerde olurdu. Kamera içeriden koyulurdu. Kimse konağı geldi. Kamera içeride ayrı meseledir ki İngilizce'nin çekirleri artık evin içinden çekirler. Oh, hoş geldiniz. Yani bizim söhbətimizi anladım. Değerli dostlar, deməli iki bayrağı ortalarda qaldıq. Böyle bir ortaq veriblər. Toxuncam sənin otağın nəsərdir. Öyle oldu ki. Ayrı-ayrı otaqlarda qalmağımız səbəbsiz değildi. Çünki burada da Kenyada olduğu kimi iki kişinin bir otaqda qalması xoş qarşılanmır. Paytaxtda bu məsələlərə hardasa göz yumulsa da, amma əyalətlərdə belə məqamlara daha həssaslıqla yanaşılır və iki kişinin bir yerdə qalması yol verilməz hesab edilir. Uqandanın qanunvericiliyinə nəzər salsaq görərik ki, hökumət homoseksuallarla müharibəyə 1950-ci ildən başlayıb. Kişilər arasında eyni cinsli münasibətlər Cinayət Məcəlləsinin 145-148-ci maddələrində öz əksini tapıb və bu qanun 2000-ci ildə lezbiyan qadınlara da şamil olunmağa başlayır. Belə ki, Uqandada söz gedən bu əməllərə görə ömürlük həbs cəzası müəyyən edilir. Demək odur ki, burada məsələn Avropadan, o MHTB-nin geniş vüsət aldığı ölkələrdən gəlib 5 dollar, 10 dollar verib burada kef edə bilmirlər. Amma ara sıra dövlət rəsmiləri LGTB üzvləri üçün nəzərdə tutulmuş cəzaların yetərincə olmadığını hesab edirlər və qanun layihəsində dəyişikliklər etməyə çalışırlar. Məsələn, ölüm cəzası, homoseksuallara kirayə ev verənlərə 7 il həbs, onlar haqqında məlumat bilib 24 saat ərzində polisə məlumat verməməyə görə 3 il həbs və s. nəzərdə tutulurdu. Amma geylərin, biseksualların, lezbiyanların ana vətəni sayılan Avropadan təzyiqlər başlayır. Uqanda hökuməti humanitar yardımların dayandırılması ilə hədələnir. Təzyiqlərə baxmayaraq 2013-cü ildə Uqanda parlamenti daha da sərt addımlar ataraq homoseksuallığa görə ömürlük həbs cəzasının verilməsinə dair qanun layihəsi qəbul edir. 2023-cü ilin mart ayında isə hökumət uşaqlar və özünü müdafiə etmək qabiliyyəti olmayan şəxslərlə məcburi eyni cinsli münasibətə görə ölüm cəzasını nəzərdə tutan yeni qanunvericiliyi işə salır. Onu da deyim ki, ölkənin televiziya və radiolarında homoseksualları görə bilməzsiniz. Hətta 2004-cü ildə Uqandanın Simba radiostansiyası verilişlərinin birində homoseksual iştirak etdiyi üçün 1000 dollar cərmələnir və ictimaiyyət qarşısında üzr istəməyə məcbur edilir. Yalan nə deyim, Uqandalıların beynəlxalq təzyiqlərə baxmayaraq öz mentalitetlərinə sadiq qalmaları bu ölkəyə rəğbətimi daha da artırdı. Bu arada onu deyim ki, bir münasibəti demədik, bura Fort Portaldır. Uqanda çaydır, bilmək necədir, dadına biləcəyik. Bu şəkərdir, isti su, bir də ki südlü çay. Burada çay südünün içirlər. Burada möcüzələr var. Bu banandır. Bəli. Bananlardan yeməkdir, yaşıl noxudla, sonra kartof, makaron. Ət səskəsi belə olur. Hələ bu biclikləri öyrənməyiblər. Səskan içində necə kardon atırlar, necə başqa-başqa şeylər atırlar və əsl ətdir. Sonra burada tərəvəzlərdir, səbzi deyək də, səbzi. Bu da çapati, çörək olmayan yerdə əla gedir, yəni bizim fəsəlimiz. Sonra burada meyvələrdir, Murad, ondan yemək lazımdır. Ananas, qarpız, çox gözəl.
Bura yavaş-yavaş mənim xoşuma gəlməyə başlayır. Mangonun sıxılmış şirəsidir. Burada da ki, bizim ənənəvi süfrəmizin şahı çörəkdir. Cəm, yağ. Yaxşı, götürək seçək də. Banandır, gördüyünüz o yaşıl rəngdə banan. Onu hazırlayırlar yaşıl noxudla. Adı katoqadır. Katoqo. Daha görək dadını necədir. Doğrudan banandır, yoxsa kartofdur. Bananın o içindəki naxışlardan var burada. Amma sizi inandırıram ki, bildiyiniz kartof tamı gəlir. Bu da şirin də deyil ha. Yəni normal kartof. Kartof şirinliyi deyək. Kameranı söndürüm, rahat yeyək. Səhər yeməyini yeyib vaxt itirmədən Uqandanın qərbində yerləşən Ruvenzori dağlarına doğru yola düşdük. Məmləkətin bu bölgəsi əsrarəngiz təbiəti və zəngin mədəniyyəti ilə xarakterizə olunur. Bu da onu ölkənin əsas turizm mərkəzinə çevirir. Mədəniyyət, təbiət öz yerində, amma məni Uqandalılar yenə də öz insani keyfiyyətləri ilə təəccübləndirdilər. Yol ilə hərəkət etdikcə hardasa 1 kilometrə yaxın məsafədə yerdə qırılmış budaqlara rast gəlirdik. Açığı birinci düşündüm ki, görəsən niyə görə kimsə ağacları qırıb yola atıb. Sürücümüz Maykdan səbəbini soruşanda bildirdi ki, qarşıda qəza baş verib. Bu həqiqətən də belə idi. Sürücülərin tənbəllik etmədən yolun hər iki istiqamətində 1 kilometr məsafədə budaqlarla işarə qoymaları onların nə dərəcədə məsuliyyətli insan olmalarından xəbər verirdi. Halbuki, özünün və başqalarının həyatı üçün təhlükə yaradaraq, hərəkətin intensiv olduğu yerdə avtomobilini saxlayıb, rahat şəkildə öz işi ilə məşğul olan sürücülərimizi çox görmüşük. Bu dağların qırılmasına gəldikdə isə Uqandada məsələ bir balaca fərqlidir. Bu haqda biraz sonra. Nəhayət ki, dolanbaz yollarla gəlib yetişdik qəsəbələrin birinə. Məktəblilər futbol oynayırdılar. Amma bizi görəndə öz işlərindən ayrılıb başımıza yığışdılar. Çünki bu tərəflərdə onlar ağdərili əmiləri nadir hallarda görə bilərdilər. Məqsəd xalq dili ilə desək, bu qara kişmiş, şirin balalar ilə yolüstü salamlaşmaq idi. Amma Muradın fikri deyəsən başqa idi. Biz gəlməmişdən əvvəl deyəsən futbol oynayırdınız. Bəli. Topunuz hardadır? Orada. Əla. Olar mən də oynayım? Əlbəttə. Ən yaxşı oyunçu kimdir? Mən. Ən yaxşı qapıcı kimdir? Mən. Murad Uqandada birinci qolunu vurdu. Sən başa düşürəm, futbolu çox sevirsən, amma bizim görəcək işlərimiz çoxdur. Uşaqlarla sağollaşaq. Salamat qalın. Yadıma gəlir, məhəlləmizdə ən yaxşı futbol oynayanlardan biri də sən idin. Amma sənə deyim, qozalmamışsan. Qozalmamışam. Formadasan. Formadasan. Getdik. Yolumuzun üstünə bir meymun ailəsi çıxdı. Meymun ailəsinə itki üz verib, bütün ailə, yəni yas tutur orada. Çox qəribə, təsirləndirici bir səhnədir. Səhər-səhər qarşımıza belə bir şey çıxdı. Doğrudan da maraqlıdır. Heyvanlar da yas tuta bilir, heyvanlar da qəmlənə bilir. Bütün canlılara öz evladı, əzizdir, doğmadır. Ona görə düşünürəm ki, heyvanlarla xoş davranmaq lazımdır. Bəlkə də tamaşaçıların çoxu meymun ailəsində baş vermiş bu faciəni ekran vasitəsilə bir o qədər də hiss eləyə bilməsin. Kəş ki siz ölmüş meymunun anasını yaxından görərdiniz. Baxışlarındakı ah-naləni, acını, bir sözlə canından can qopduğunu hiss eləməmək mümkün deyil. Hələ atasının üzündəki istirabı demirəm. Onların sürüsünə yaxın olan digər meymun ailələri və onların tükürpədici reaksiyaları həqiqətən dəhşət idi.
Bu mənzərəyə baxanda adamın ürəyi parçalanırdı. Ta ki, dostum Murad ağzını açana qədər. Ana uzanıb yerə. Ana uzanıb yerə əmələ başladı. Ürək ağrıdıcı bir məqamdır. 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 Bu Ürək ağrıdıcı məqamdır. Bu ürək ağrıdıcı məqamdır. Uzanıb əməli başlar. Qəm çəkir. Adamlara oxşar bir məqamdır. Belə pis çıxmasın. Biz çomağına çıxdıq. İnsanlar kimi əməli başlayırsınız. Bütün ailə çıxıb bura. Ətrafa baxsınız, bütün ailəsi, qohum-əqrəbası, qonşuları, hamı yolun içindədir. Yas tuturlar, qəm içindədir. Təbii ki, uşaqlıqdan bir yerdə böyüdüyüm dostumun danışığı mənə qəribə gəlmir və üstəlik doğmadır. Amma zarafat bir yana, adam 8 dildə sərbəst danışır. Yəqin bu səbəbdəndir ki, arada bir bildiyi dillər beynində öz aralarında konfliktə girirlər. Nəysə, Muradla deyib gülə-gülə gəlib çıxdıq Biqodiyə. Bələdçimiz bizi gözləyirdi. Bələdçimizlə ayaqüstü tanış olub, vaxt itirmədən çəkilişə başladıq. Qəsəbə meşəlik ərazidə inşa edildiyindən, burada yol ilə hərəkət etdikcə ömrümdə görmədiyim ağaclarla qarşılaşırdım. Amma bir ağac var idi ki, öz əcaib meyvəsi ilə daha çox diqqətimi çəkdi. Çox maraqlı bir ağacın yanında dayanmışam. Bu meyvənin adı jackfruitdur. Bələdçimiz Patrik deyir ki, onu kəsəndə çox ifunəti gəlir. Hətta mən efir vasitəsilə demək istəmirəm. Yəni aşırı dərəcədə çox pis qoxusu gəlir. Amma andaman eləyirlər ki, bu meyvənin dadından dünyada yoxdur, çox dadlı meyvədir. Nə bilim Allah. Murad, sən nə deyirsən? Ona oxşar bir meyvə var, durian meyvəsi adlanır. Həmin qoxulu meyvədir. Amma mən özüm onun dadına baxmışam. Burnu tutub yemək lazımdır. Amma dadı çox gözəldir. Yəni belə deyək də, yəni gəlin səmimi olaq biraz. Deməsəm ürəyim partlayar. Jackfruit meyvəsi kəsəndə kanalizasiyayı verir, amma yeyəndə çox dadlı bir meyvədir. Belə deyək, yeməmişəm, yemək fikrimdə yoxdur. Sadəcə öz təcrübəmizi, öz biliklərimizi sizinlə paylaşmağı özümüzə borc bildik. Murad, gedək baxaq görək. Daha nələr görəcəyik, nələr gələcək qarşımıza. Elə yenicə addımlamağa başlamışdıq ki, qarşımıza çox maraqlı bir tikili çıxdı. Uqandalılar bizi yenə də təəccübləndirdi. Çox maraqlı bir yerə gəlmişik. Belə bir şeyi dünyanın heç bir yerində bəlkə də görə bilməzsiniz, rastlaşa bilməzsiniz. Deməli, Biqodidə belə bir kilsə var. Lori dildə desək, universal Allah evi. Yəni orada həm xristianların protestantları, pravoslavları, katolikləri, hətta müsəlmanlar belə gəlirlər burada, ibadət edirlər. Qəsəbə sakinlərinin çoxu katolikdir. Amma protestantların da sayı az deyil. Bura gələnlərin çox az qismini isə müsəlmanlar təşkil edir. Xristianların sayı çox olsa da, fikir versəz görərsiniz ki, ibadətgahın üzərində xaç işarəsi yoxdur. Bu da bütün dinlərdən olan insanlarımızın rahat şəkildə, sıxılmadan ibadət etmələrinə zəmin yaradır. Kim istəyirsə, ibadət zamanı öz dininə aid simvol və atributlardan istifadə edə bilir. Məsələn, hal-hazırda içəridə dua edənlər katoliklərdir. Uqandada 3 gün sonra buna oxşar mənzərə ilə bir də qarşılaşdım. İnsanların bir-birinə qarşı bu qədər anlayışlı olmaları məni təəccübləndirməyə bilməzdi. Uqandada məscid və onun da yanında kilsə. Görürsünüz, məscid və kilsə yanbayan tikilib. Düşünürəm ki, bundan gözəl heç nə ola bilməz. Gördüyüm bu mənzərələr məni həqiqətən riqqətləndirmişdi. Axı müxtəlif dinlərin mənsubları necə bir damın altında ibadət edə bilirlər? Hələ mən sayı hesabı bilinməyən məzhəblərdən danışmıram. Demək ki, yer üzündə bütün insanlar istəsələr sülh içində yaşaya bilərlər. Elə Uqandalılar kimi. Başımda bu fikirlər dolana-dolana gəlib çıxdıq banan plantasiyasına.
Uqandada bananlar əlçatan olsa da qiymətləri əlçatan deyil. Orta hesabla bananın belə salxımı nə az nə çox 10 dollardır. 10 dollar da Uqanda vətəndaşları üçün yetərincə böyük məbləğ hesab olunur. Patrik, bu nədir belə banan ağaclarında? O bananın çiçəyidir. Nə üçünsə istifadə olunur, yoxsa İnsanlar bunu adətən yeyirlər. Amma banan bu hissədən budananda böyüyüb daha çox bəhər verir. Ona görə kəsilməsi daha məsləhətdir. banan bağlarında özünə kiçik biznes qurmuş, amma Uqandalılar arasında yetərincə məşhur olan zarafatçıl Banana Man adlı gənclə də həmsöhbət olduq. Dennis the Banana Man. Əsl adı Denisdir. Alkoqol içki hazırlamaqla məşğuldur. Özüm spirtli içki qəbul eləməsəm də, açığı Denisin banandan pivə və cini necə hazırlayacağı maraqlı gəldi. Özü də deyir ki, məndə, bədənimdə qan əvəzinə banandan hazırlanmış pivə, cin, digər spirtli içkilər axır. Bilməm nə dərəcədə fəxr eləmək doğrudur ya yox, amma ki, adamın peşəsidir, hər gün bunun istehsalına məşğuldur. Murad, sən nə deyirsən? Mən möcüzə gəlir, bu prosesi bunlar necə başlayır və necə bitirir. Banana müəllim göstərə bilsəydi yaxşı olardı. Rainbow 5 kinosundan fraqmentlər. Bananı dərmək üçün bu cür qarmaqlardan istifadə edirik. Hər banan ağacında yalnız bir ədəd salxım olur. Hər dəfə bananları dərəndən sonra ağacın yerüstü hissəsini kəsirik ki, əvəzinə yenisi yetişsin. Bu banan ağacları dişi olur. Onlar daha sonra ana olurlar. Və anadan bu uşaqlar əmələ gəlir. Bu uşaqlardansa balaca qızcığazlar yaranır. Onlar ailə şəklində yaşayırlar. Banan ailəsində oğlanları, kişiləri görmək olmaz. Ailə ancaq analar, qızlar və nənələrdən ibarət olur. Ata, baba, oğul, yəni ki, banan bitkisinə aid olan məsələ deyil. Yəni onun dili ilə desək, Denisin dili ilə desək, yəni ki, vəziyyət belədir. Görürsünüz, bu yəqin ki, onların qızıdır. Bu onun anasıdır. Bu onun bacısıdır. Bu da onun ulu nənəsi. Banana na na na. Banana na 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 na. Oh. İndi isə bananların üstünü örtüb, onları alt hissədən tüstüyə verəcəyik. Acaq qalamaq üçün gedim karton və kağız götürüb gəlirəm. Banan yoxdursa, yeyib içmək də yoxdur. Bu tüstü bananları daha tez saralmağa məcbur eləyir. Prosesi sürətləndirir və bir həftə ərzində bananlar saralıb yetişirlər. Həftə bitdikdən sonra bananlar bu cür saralır və bananları soyub qızqırdmaq üçün çəlliyə yığırıq. Hansı bananın qabığı nazik idisə, onu soymuruq. Bir həftədən sonra qızqırma prosesi başa çatır. Daha sonra qarışımı süzmək üçün bu kisədən istifadə edəcəyik. Gördüyünüz bu şirəni distilə olunmaq üçün orada çəlləyə tökəcəyik. Deməli, qıcqırılmış bananlar yığılır çəlləklərin içərisinə. Sonra altı yandırılır onun və altı yandırılandan sonra içindəki yaranmış tüstü gəlir bu boru vasitəsilə suyun içərisinə. Suyun içində kondensasiya olur, isti və soyuq. Və oradan məhz bu nazik boru vasitəsilə axır qablara yığılır. Yığılır, olur 40%li cin spirtli içkisi. Əgər istəyirlərsə ki, cin içkisinin faizi 60-70 dərəcə olsun, onda həmin məhlulu yenidən təkrar emala buraxırlar və ondan sonra alınmış məhsul olur 60-70 dərəcəli cin içkisi. Bax, bunu bu vəziyyətdə içsəniz belə sərxoş olarsınız. Və bu tullantılardan bağda, əkin-biçində gübrə kimi istifadə edirik. Amma çalışırıq bu tullantıları keçidən, donuzdan uzaq saxlayaq. Yoxsa sərxoş olub özlərini pis apararlar. Deniz sizə deyim ki, dəyərli dostlar, çox baməzə adamdır. İndi isə sizə banan şirəsi necə hazırlanır onu göstərəcəm. Amma birinci əlləri yumaq lazımdır. Banana na na na. Banana na 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 na. Oh.
Bananı soyuruq. Bananı soyundururıq. Bananı açıb çıxarırıq. Körpə bananlar. Ehtiraslı qadın bananlar. Kim ki mənə bu işdə kömək eləyir, həmişə ona banan şirəsi və banan pivəsi qonaqlığı verirəm. Baxın, 60 dəqiqəlik bananlar, 24 saatlıq bananlar, 7 günlük bananlar, 12 aylıq bananlar, 365 günlük bananlar. Hər gün banan günüdür. Şirə yoxdur. Banan yarpaqları. Bu yarpaqlar banandan şirə ayırmağa kömək eləyir. Hər gün 10 ədəd banan yeyirəm. Məni güclü eləyir. Şirəmiz artıq əmələ gəlir. İstəyiriksə şirəmiz daha da şirin olsun, onda mütləq şəkildə bura bir neçə banan da əlavə eləməliyik. Çoxlu şirə əmələ gəldi. Lap şirin olmasın deyə biraz da su qatacağıq və yenidən qarışdırmağa başlayacağam. Banan yarpağından qıf hazırlayırıq. Hazır şirəni yarpaqlardan süzgəc düzəldərək qablara yığırıq. Pivə hazırlayanda isə banan şirəsini qaynadıb, çay əlavə edirik. Alınmış qarışımı qaba töküb, soğam adlı bu maya otunu əlavə edirik. 3 gündən sonra banan pivəmiz hazırdır. Bu 40%li cin içkisidir. Bu isə daha tündür, 60%dir. Spirtli içkinin tünd olub olmadığını ayırt etmək üçün gəlin sizə bir üsul deyim. İçkini sirkələdikdə hansında az qabarcıq yaranarsa, deməli o tündür. Bu tündür. Bununsa tündlüyü azdır. Sağlığımıza. Nuş olmasın. Yəni açığı spirtli içkilərin əlində. Cheers, chin chin, salut, skol, naso drovia, yamas, kamey, kips. Hər dildə dedi ya, hamısı da ya. Chin chin, salut. Naso drovia, Nazdarovya. naso drovia. Hə, Murad necə ürək elədi, içdi onların içkilərini. Ümid edirəm ki, növbəti videomuz xəstəxanada olmayacaq Muradı ziyarət edərkən. Banan yoxdursa, şənlik də yoxdur. Banan insanları mehriban edir. Banana. Banana na 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 na. Bu öskürəyin müəllifi Muraddır. O Afrikada spirtli içki qəbul etdikdən sonra bu dəfə də sağ qala bildi və biz növbəti çəkilişlərə yollandıq. Spirtli içki sağlamlığınıza haramdır. Qara qızlar qara kömür satır. İsmailli kömürü neçəyədir? İsmailli kömürü. Kofenin toxumlarına, yəni bunlara suka deyirlər. Qəhvə dənələrinin təmizlənməsi, qovrulması, üyüdülməsi qonaqların gözü qarşısında baş verir. Bu gilə meyvələrdən birini cibinizə, digərini də çantanıza qoyursunuz ki, uğur sizdən yan keçməsin. Biz gedək, qoy başqa turistləri qazlasınlar. Gözlə, gözlə, getmə. Pizzadır, sizin üçün gətirmişik. Bəh, 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 əla qoxusu var. Dadlıdır. Uqandada ekvator xəttində dayanmışıq. Eksperimentimiz davam edir. Cənubi qutbu tərəfə keçək. Bütün bayraqların gözəli, yaraşıqlısı, hər şeyimiz Azərbaycan bayrağı.